The honey badger is one of the tallest mammals found in Africa and Western Asia. Bal porsuğu one of the tallest en dözümlü mammals, məməlilərdən biridir in Africa və Qərbi Asiyada. Found yəni tapılmış olan. Despite standing less than a foot high and being relatively small, deməli, despite rəğmən deməkdir. Despite və in spite of'dan sonra mütləq ismi birləşmə gəlir. Boyu bir futdan az olmasına baxmayaraq, than a foot high, yəni bir futdan boyunu göstərir. Being relatively small, nisbətən kiçik və boyunun bir futdan az olmasına baxmayaraq, with a length of only a couple of feet, uzunluğu sadəcə a couple cüt deməkdir. Bir cüt futa and weight və çəkisi cəmi 20 funtdan çoxdur. Weight çəkisi. The honey badger is known for its fearlessness və bal porsuğu is known bilinir özünün qorxmazlığı, qorxusuzluğu and determined fighting və qətiyyətli döyüşü ilə, spirit, döyüş ruhu ilə. It will attack any creature, o hücum edəcək any istənilən creature, yaratığa that threatens it, including humans. Deyir ki, təhlükə yaradacaq istənilən yaratığa və insanlar da daxildir buna, hücum edəcək. Most predators, əksər predator, yəni vəhşilər, tend to avoid them, ondan qaçır. Since their skin is so thick, since burada because mənasındadır. Because, since, for sinonimdirlər. Onların so thick, sıx dərisinə görə, honey badgers are rarely harmed. Bal porsuqlar rarely, nadir hallarda zərər görür by bee sting, arı sancmasından. So, honey badgers love to raid bee hives. Belə ki, bal porsuqları love, sevirlər to raid, hücum etməyə, bee hives, arı pətəklərinə. In fact, yəni həqiqətən, honey badgers chase after honey so aggressively. Balları chase, axtarır, after honey, so agresif şəkildə bal axtarırlar. That hansı ki, beekeepers in Africa, Afrikadakı bal saxlayanlar are forced to use electric fencing, elektrik hasarlardan istifadə edir, to stop them, onları dayandırmaq üçün. Burada are forced, yəni məcbur olurlar to use electric fencing, elektrik hasarlardan istifadə etməyə, to stop them, onları dayandırmaq üçün. They are even known, onlar hətta bilinir, to chase away lions and steal their kills. Chase arxasınca düşür lions, aslanların, and steal, oğurlayır their kills, yəni onların ovlarını. Kill öldürmək də burada kills ovları mənasında gedir. Showing their speed, their sürəti göstərir. Stamina and agility. Showing their speed, stamina and agility. Deyir onların sürət, agility, çeviklik, stamina, dözümlülük göstərir. The honey badger skin, bal porsuqlarının dərisi is not only thick, sadəcə sıx, yəni qalın deyil, and tough, but also loose, və dözümlüdürlər. Həmçinin də also loose, genişdirlər, which hansı ki provides an additional advantage in fight, provides, təmin edir, additional advantage, əlavə avantajlar verir in fight döyüşlərdə. Yəni döyüşlərdəki əlavə avantajlarla təmin edir. Dəqiq tərcümə bu cürdür.
arrows, spears and bites. Arrows oxlar, spears nizələr, and bites və yaxud da dişləmə from other animals, digər heyvanlardan. Can rarely cut it. Nadir hallarda onu kəsir. This allows them, bu onlara imkan verir to twist, bükülməyə, and turn to attack. Turn to, yəni cəld hücuma keçməyə. Turn to çevrilip hücuma keçməkdir. Burada tərcüməsi cəld hücuma keçməyə. While other animals is catching them. While while other animals, digər heyvanlar catching them, onları tutmağa çalışarkən. The only reliable place, yeganə etibarlı yer to hold a honey badger, to hold, tutmağa, saxlamağa bal porsuqlarını is by the back of its neck. Back of its neck onlarının belləridir. Yox, neck, boyunlarının arxası. The back of its neck, boyunlarının arxasıdır. Additionally, əlavə olaraq, honey badgers, bal porsuqları possess long, sharp claws. Possess sahibdirlər. Long, uzun, sharp, iti, claws pəncələrə. Which are effective, hansı ki təsirlidir. For both attacking and digging. Both, hər ikisinə, hücuma və digging qazmağa. These claws, bu pəncələr, make them some of the most skilled diggers in nature. Make nədir? Eləmək, make them, onları eləyib. Some of, bəzi, most, and skilled, bacarıqlı qazanlardan, nature, təbiətdəki ən istedadlı yer qazanlardan edib. In just 10 minutes, sadəcə 10 dəqiqədə they can dig a 9 foot. Onlar 9 fut qaza bilirlər. Tunnel, tünelləri into hard ground. Hard, yəni bərk torpaqların içində 9 fut qaza bilirlər. They often use their digging abilities. Onlar tez-tez istifadə edirlər onların qazma bacarıqlarından. To catch prey, ovlarını tutmaq üçün, such as, məsələn, frogs, qurbağa, rodent, gəmirici, siçovullar, and even cobras, hətta kobralar, by digging into their holes, onların yuvalarını qazaraq. Furthermore, əlavə olaraq, honey badgers use their impressive digging skills. Bal porsuqlar istifadə edir, their impressive, təsirli qazma bacarıqlarını istifadə edir. To build their homes, evlərini, to build, tikməkdə istifadə edirlər. The blue dragon, also known as Glaucus atlanticus, həmçində Glaucus atlanticus kimi adlanır, as kimi deməkdir, like-ın sinonimidir, is a small, kiçikdir, but striking sea creature. Amma cəlbedici dəniz yaratığıdır. Found in warm ocean, isti okyan sularında tapılır. Measuring only a few centimeters long. Ölçüsü sadəcə only'dən sonra a little, a few işlədirik. Sadəcə bir neçə santimetr uzunluğundadır. It floats on the ocean surface. O üzür okyanın səthində. Displaying, deməli, nümayiş etdir, göstərir bright blue and silver colors. Parlaq mavi və silver, gümüşü rəngi. That make it, onu eləyir. That make it look almost unreal. Onu unreal, yəni almost demək olar ki, qeyri-adi, real olmayacaq şəkildə göstərir. Despite its beauty, gözəlliyinə rəğmən, despite və in spite of-dan rəğmən, baxmayaraq cümləyə təzad verir. İsim və yaxud da ismi birləşmə götürür. Baxın, its beauty cümlə gəlməyibdir burada və vergülla ayrılıb. Digər tərəfdə əlbəttə cümlə gələ bilər. This animal is highly dangerous. Despite its beauty, gözəlliyinə rəğmən, bu heyvan highly, yüksək dərəcədə təhlükəlidir. Dangerous sifətdir və sifətin qarşısında zərf gəlir.
iki sifət yanaşı gəlmir də. Əgər qarşısında gəlsə zərfə çevrilir biri. It feeds on venoms. It feeds on venoms prey. Like the Portuguese man war and stores the toxins in its body. O feeds bəslənir venoms prey. Zəhərli prey şikarları ilə like the Portuguese man's of war, bu yəqin ki bir heyvanın adıdır, and stores və saxlayır the toxins zəhərləri in its body bədənində, making its own sting even more powerful, making eləyir its own sting, onun sancmasını even hətta more powerful. Even sifəti müqayisə dərəcəsi istəyirdi. Yadınıza salın. İvə üstünlük dərəcəsidir. Even müqayisə dərəcəsi. Blue dragons use air bubbles in their stomachs to stay afloat and drift with ocean current. Mavi əjdahalar istifadə edir air bubbles, hava baloncuqlarından in their stomach, yəni qarınlarından çıxan hava baloncuqlarından istifadə edir to stay afloat. And drift, yəni afloat and drink, ocean current, okean cəryanlarında üzmək üçün, drift sürüklənmək deməkdir. Okean cəryanlarını float, üzmək və yaxud da sürüklənmək üçün qarınlarındakı bubble'lardan istifadə edirlər. Current cəryan. Their colors, onların rəngləri serve, xidmət edir. Harada qalmışdı? Serve as a warning to predator. Onların deyir, colors, rəngləri xidmət edir as a warning, xəbərdarlıq etməyə to predators, yırtıcıları. And as camouflage against the sky ants, və kamuflaj edirlər, qorunurlar sky, səmaya və dənizə qarşı. When touched, toxunanda, they can deliver a painful sting. Onlar ağrılı to human, insana ağrılı bir sancırlar. Which hansı ki may cause səbəb ola bilər. Nausea, ürək bulanmasına, swelling, şişmə, skin irritation, dəri qıcıqlanmasına. So, baxmayaraq ki, they pose a threat unless handled. Baxmayaraq kidən sonra also yadınızda qalsın uşaqlar. Və yaxud dedik in spite of və despite-dan sonra ismi birləşmə, cümlə gəlməz. Amma also-dan sonra cümlə gəlir. Baxın, they pose. They mübtəda, pose feildir. Harada qalmışdım? Baxmayaraq, they pose a threat unless handled. Handle idarə etmək deməkdir. Onlarla düzgün idarə olunmadıqda a threat, yəni təhlükə yaradırlar. Unless də if not deməkdir. Elə bil ki, if not handled. Onlarla düzgün idarə olunmadıqda they pose a threat. Onlar təhlükə yaradırlar. They should be admired from a safe distance. Təhlükəsiz bir yerdən onlar məsafədən admired, heyranlıqla izləmək olar. They should be admired from a safe distance. Təhlükəsiz bir yerdən heyranlıqla onları izləyə bilərsiniz. These sea slugs, bu dəniz ilbizləri play an important role in the ocean. Okeanda vacib rol oynayır. By helping to control jellyfish population. By helping to control jellyfish population, yəni qrupundan olan əhali deməyək də, population əhalidir. Jellyfish ailəsini kontrol edilməsinə kömək edir. Their unusual appearance, onların qeyri-adi appearance, xarici görünüşləri, and deadly abilities və ölümcül yetenəkləri show, göstərir how fascinating and complex, necə fascinating, möhtəşəm və kompleks, mürəkkəb marine life can be, dəniz həyatı var. Even the smallest creature, hətta ən kiçik creature, yaratıqlar belə in the sea, dənizdə, can hold powerful secret, güclü secret, sirlər powerful saxlayırlar.
Keçdik digər mətnimizə. Sports are a great way to stay active. Sport deyir a great way, əla bir yoldur, əla bir şeydir, əla bir variantdır, əla bir yoldur. Necə desək, aktiv qalmaq üçün. But some are much riskier than others. But some, amma bəziləri are much riskier, daha risklidir than others başqalarından. Burada bir qayda var. Some, no, bunlar özündən sonra mübtəda istəyirlər. Amma əvvəlcə məlumat vermişdiksə bir isim haqqında, ikinci dəfə mübtədanı təkrar eləmirdik. Baxın, biz birinci tərəfdə sportdan danışdıq deyə, ikincidə some dedi. Artıq some deyəni biz bildik ki, some bəziləri, burada idmandan gedir söhbət. Daha risklidir than others başqalarından. Extreme sports, ekstrem idmanlar push athletes to their limit. Push, məcbur edir atletləri limitləri zorlamağa. Often leading to serious injuries or even death. Tez-tez leading aparır, serious, ciddi zədələrə, hətta death ölümlərə. Among the most dangerous is base jumping. Among arasında, the most danger, ən təhlükəlilərin arasında base jumpingdir. Where haradakı participants, iştirakçılar leap, hoppanır, sıçrama, hoppanma from high structures with parachute. Paraşütdən yüksək yerlərdən hoppanırlar. The risks are immense. Risk həddindən artıq böyükdür. Immense çox böyük deməkdir. Huge. Animals, immense sinonimdirlər. Because, çünki there is little time to react. Onların little time, az vaxtları var to react, reaksiya verməyə. If something goes wrong, əgər nəsə yolunda getməsə, if something goes wrong, yolunda getməsə, there is a little time, çox az vaxtları var reaksiya verməyə. Another extreme sport, digər ekstrem idman is big wave surfing. Böyük dalğa sörfüdür. Surfers ride waves that can reach over 20 meters. Surferlərin sürdükləri dalğalar 20 metrəyə çatır. Over, hətta çoxa çatır. A single mistake, tək bir səhv can lead to drowning, lead apara bilər, drowning batmaya, or severe injuries, severe, sərt zədələnməyə. Similarly, oxşar olaraq mountaineering is hazardous. Dağçılıq hazardous, təhlükəlidir. Especially on peaks, xüsusilə zirvələrdə, like Mount Everest. Everest zirvəsi kimi Mount ilə artikel işlənməz. Climbers kimlər idi? Alpinistlər face freezing temperature. Face üzləşirlər dondurucu temperatur ilə, avalanche, qar uçqunları, and oxygen shortage, oksigen çatışmamazlığı, shortage, lack of sinonimdir. At high altitude, high, yüksəkliklərdə, high hündür demək, altitude yüksəklik deməkdir. High altitude, yüksəkliklərdə. The fastest motor racing, ən sürətli motor sürmə yarışı, such as Formula 1, Formula 1 kimi, also carry significant danger. Also, həmçinin carry daşıyır, vacib, əhəmiyyətli təhlükə daşıyır. Drivers move at speed exceeding 300 kilometers an hour. Saatdə 3 kilometr speed exceeding sürəti aşırlar. And crash can be fatal. Crash, qəza can be fatal, ölümcül ola bilər. Bull riding, öküz sürmə, popular in roads, məşhurdur öküz sürmədə. Roads, öküz sürmə yarışlarına deyilir. In other life-threatening sport, digər həyat üçün threatening, təhlükəli sport, idman, where riders, hardakı sürücülər, stay on a powerful, güclü qalırlar. Riders stay on a powerful, öz güclərini qoruyurlar. Bir saniyə. Aggressive bull for 8 seconds. Digər həyat üçün təhlükəli olan sport, hardakı rider sürücülər öz güclərini qorumalıdırlar. Agresiv öküzlərə qarşı 8 second, 8 saniyə ərzində agresiv öküzlərə qarşı öz güclərini qorumalıdırlar. Despite the risk,
risklərə rəğmən, despite-dan sonra ismi birləşmə, thrill seekers yəni macəra axtaranlar, thrill seekers, thrill təhlükədir, təhlükə axtaranlar. Continue to participate, continue davam edirlər, to participate yarışmağa. Drawn by the adrenaline, rush and challenge. Yəni həvəs edirlər bu challenge-lərə və rush. Rush bir şey şığımaq, tələsmək deməkdir. Amma burada bu rush and challenge, bu çətinliklər, bu hoppanmalar tərəfindən drown, yəni hoppanmaları cəlb edilirlər. Safety measures have improved. Safety, təhlükəsizlik measures, ölçüləri have improved, inkişaf etdirilib. Has peaked, indiki bitmişsən. But extreme sport, amma ekstrem idmanları, yəni təhlükəli idmanlar remain, qalır highly dangerous, yüksək dərəcədə təhlükəliliyini qoruyur, remain, saxlayır. Highly dangerous sifəti, high dangerous deyə bilmərik. Nəyə görə? Çünki sifətin qarşısında sifət gəlmir. Sifətin qarşısında əgər ikinci bir sifəti işlədirdiksə, onda birini zərf eləyirdik. Əslində bir neçə sifət, məsəl üçün red, round, ball. Bu formalarda deyil, rəngi, ölçünü belə deyirik. Amma bu iki sifət yanaşı gələrsə, bu formada yüksək təhlükə birini zərf eləyirik. Blobfish, buna pufferfish də deyirlər, balon balığı. Often named the world's ugliest animal. Tez-tez dünyanın ən çirkin heyvanı adlanır. Is a deep sea creature native to the waters around Australia. Deməli, Avstraliya ətrafında deep sea, dərin dəniz creature yaratığıdır. Native to the waters, yəni doğma yerləri Avstraliya ətrafıdır. New Zealand və Tasmania. It inhabit deeps, onun inhabits, məskunlaşdığı dərinlik 600-dən 1200 metrdir. Where the pressures, hardakı təzyiq is significantly higher. Significantly higher, əhəmiyyətli dərəcədə yüksəkdir. Baxın, yenə high sifətli significantly-ni zərf eləmişik. Then at sea level, dəniz səviyyəsindən deməli, əhəmiyyətli dərəcədə higher, yüksəkdədir. The blobfish lack a traditional skeleton and muscle. Blobfishin deməli, lack nə idi? Shortage, çatışmamazlıq deməkdir. Ənənəvi olaraq skeleton, sümük quruluşu da ona nə deyirlər? Skeleton, sümüyü və əzələləri yoxdur. It's jelly-like body. Onun yəni jelly kimidir bədəni. Structure, quruluşu helps it, ona kömək edir. Survive under extreme pressure, sağ qalmağına, ekstrem, yəni son dərəcə təzyiq altında sağ qalmağına kömək edir. However, like when brought to the surface, yer səthinə gələndə, the drastic change, kəskin dəyişiklik, drastic change in pressure, deməli, təzyiq, pressure, harada qalmışdım? When brought to the surface, yer səthə gələndə, the drastic change in pressure, təzyiqdən dolayı onun kəskin dərəcədə dəyişir. Causes its body to collapse into a shape. Bu da səbəb bədəninin deməli shapeless, formasız olmasına səbəb. Onun yəni bədənin formasını itirməsinə, forması demir, formasını itirməsinə, şəkilsiz şəklin dəyişməsinə səbəb olur. Sonra blobby form, yəni şar formasında. Giving it is unusual appearance, ona unusual, qeyri-adi appearance, xarici görünüş verir. Despite its unattractive reputation, onun belə unattractive, cəlbedici olmayan, çirkin, unattractive reputation, yəni reputation şan şöhrət deməkdir. Burada bilinən kimi gedər. Cəlbedici olmayan görünüşünə görə, imicinə görə, pis reputasiyasına görə və yaxud da ki, the blobfish play an important role, vacib rol oynayır in the deep sea, dərin dəniz ekosistemində. It feeds small
crustaceans. It necə oxunur? Crustaceans. O deyir çox feeds, bəslənir. On small, balaca, deməli xərçəng kimilər and other organic matter, digər organik materiallar ilə contributing to the balance of its habitat, kömək edir habitat, yəni bu məskunlaşmanın, məskənlər, its habitat, onun yəni yaşadığı yeri nəzərdə tutur, yaşadığı yerdəki balansa kömək edir. The blobfish gained international fame. Beynəlxalq bir şöhrət qazanıbdır, beynəlxalq dərəcədə bilinir 2013-cü ildə. When it's voted, ona ki səs verildi, the world ugliest animal, dünyanın ən çirkin heyvanı, in campaign by Ugly Animal Preservation Society, çirkin heyvanların qorunması kimi bir qurum tərəfindən. It draws attention, o diqqət çəkdi to the importance of preserving, qorunmasının önəminə, lesser known species, lesser, daha az bilinən növlər kimi qorunmasının vacibliyinə diqqət çəkdi. Due to human activities, insanların aktiviteləri, like deep sea fishing, dərin dəniz balıqçılığı, and habitat disruption və habitat məskunlaşma disruption, deməli, habitat disruption heyvan deyirəm. Bir heyvanlar və yaxud da balıqlar olsun ki, məskunlaşdıqları yerlər ki var, onlara deyirlər habitat. Deməli, onların məskunlaşdığı yerlərin disruption, dağıdılması, yox olması, nəsə məhv olunması, blobfish population, blobfish ailəsinə are under threat, təhlükə altına qoydu. Yəni, blobfish məxsus olan növləri population deyəni nəzərdə tutur. Əlbəttə ki, blobfish əhalisi desək, düzgün tərcümə alınmaz. Ona görə blobfish fəsillərindən olan balıqlar under threat, təhlükə altındadılar. Also, baxmayaraq it's not classified as endangered. Bu deyir, endangered, nəsli kəsilməkdə olan heyvanlar kimi bilinmir, yəni classified, o cərgəyə aid olmur. Efforts to protect its environment, ətraf mühitin qorunması cəhdlər, ətraf mühitin qorunmasına are crucial for its survival. Onların sağ qalması üçün vacibdir. The blobfish reminds us, blobfish bizə xatırladır of the vast biodiversity, nəhəng biomüxtəlifliyi, hidden in the oceans, okeanda gizlənmiş nəhəng biodiversity-ni, biomüxtəlifliyi bizə xatırladır. And they need to preserve it və onları qorunmasına ehtiyac var.